Bədbin düşüncə qarşı tərəfə bir etibarsızlıq yaradır, güvənsizlik. Əgər məsələn nə vaxtsa kişi və yaxud xanım qarşı tərəfin bir səhvini görübsə, artıq ona inana bilmir, güvənə bilmir. Deyir ki, kişi düzdür, indi yaxşılaşıb, yollaşır. Məsələn, nələrsə eləməyə çalışır. Amma mən ki, ona qarşı bu hərəkəti görmüşəm, mənə qarşı edib və yaxud keçmişdə mənə ağır söz deyib və yaxud keçmişdə mənə qarşı vaxt ayırmayıb deyə mən artıq ona güvənə bilmirəm. Məndə ona qarşı bir güvənsizlik var, bir inamsızlıq var. Ona görə heç cür ona inana bilmirəm, heç cür güvənə bilmirəm. Axı deyirəm ki, yoldaşım dəyişib, baxın düzəlib. Düzdür, düzəlib, amma yenə inana bilmirəm. Bu artıq onu göstərir ki, bu insanda, əgər xanımdırsa, ya yaxud kişidirsə, bir özünə qarşı bir inamsızlıq var. Çünki biz dedik ki, bədbin düşüncə insanda inamsızlıq yaradır. Çünki mən bədbin düşüncəyə sahibəmsə, daim nə edirəm? Özümü qınayıram. Ya özümə qarşı bədbinliyim, ya da ətrafa qarşı bədbinliyim.